Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, dünya ölkələr haqqında zəncirvarı siyasi proseslərində az da olsa öz fikrimi sizinlə bölüşməyə çox çalışmışam. Bildiyiniz kimi, Əfqanistan coğrafiyada və qitədə ən böyük siyasi məsələlərindən biridir. Əfqanistanda böyük bir terror təşkilatını quran İngilislər və o cümlədən Amerika Birləşmiş Ştatları idi. Taliban sözünün mənası da buradan gəlir 50 nəfər tələbə. Taliban Kalbir dövlətinin yaradılmasında çox çalışırdı. Suriya, İraqda və Liviyada, Filistində gedən savaşların əsasən də Suriya, İraqda böyük siyasətin, Qətərin sərvəti Suriya üzərindən keçməməsinə icazə verməyən Suriyalılar, İranlılar əsasən İran siyasəti nəticəsində Amerika Birləşmiş Ştatları Suriyanı xarabalığa çevirdi. Bildiyiniz kimi, Suriyada olan IŞİD terror təşkilatı Talibanın tərkibinə keçərək, Taliban Kalbir dövlətinin yaradılmasından, qurulmasından fikrindən daşınaraq və İslam şəriəti altında dövlət qurmağa çox çalışır. Bildiyiniz kimi, Talibanı maliyyələşdirən əsasən hal-hazırda Səudiyyə Ərəbistandır. O cümlədən İngilislər, Amerika Birləşmiş Ştatları idi. Bugünkü reallıqda Amerika Birləşmiş Ştatlarının Talibanı yarımçıq siyasi bölgədə çevirərək bıraxıb getməsinin ən böyük siyasətlərindən biri idi. Əziz xalqım, dəyərli soydaşlarım, Talibanı Çinə, Hindistana, Pakistana, Türkiyə, İrana, Rusiya qarşı ən böyük siyasi cəryanlarda, terror təşkilatlarında və hansı ölkə satın almasını izləməyə və sanki doğuşanı buraxıb və doğuşan hara qaçacağını izləmək kimi bir ovçular idi. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Əfqanistan bir şardır. Hal-hazırda Amerika Birləşmiş Ştatlarının Əfqanistanın üzərində qurduğu senar ən böyük terror təşkilatı idi. Bu terror təşkilatının dünya ölkələri üçün ən böyük qorxulu və gələcək nəsillər üçün dünyanı qana bulayacaq və insanları məhv edici bir terror təşkilatının söndürülməsinə ən böyük zərbələrə ehtiyac vardı. Bu zərbələrin də üzərində Pakistan öz üzərinə götürməlidir. Pakistan Taliban adlı bir dövləti yox etməlidir. Əfqanistan deyəndə Əfqanın sözü də, mənşəyi də, kökü də Azərbaycanla bağlıdır. Güney Türkistan coğrafiyası adlandırılmalıdır. Əfqanistanın əsasən böyük Güney Türkistan, yəni Güney Türkistanın yaradılmasında niyə dəstək olmadılar ki, Talibanın yaradılmasına ehtiyac gördü? Deməli, bölgələrdə və istənilən ölkələrdə terror yaratmaq üçündür. Qorxu altında, baskı altında və öz siyasətinə çatmaq və Türk-Turan dövlətinin qurulmasında Əfqanistan bizim Uyğuristana keçən yolumuz idi. Bu siyasətdən Azərbaycanın böyük sərvətlərinin Türkiyənin nəzarəti əsasında Əfqanistana ən böyük ordu yeridir və Əfqanistanı tabeçiliyini təhvil verilməli idi Türkiyəyə. Amma hal-hazırda Türkiyənin dünya ölkələrinin sırasında siyasi məsələlərində o gücə sahib olmamadığı üçün geri addımlanmasında və onu bir siyasi bağlı, qapalı saxlamasında, lazım olan vaxt işə salmasında öz ehtiyatının arxa cəbhəsinə saxladı. Bildiyiniz kimi, hal-hazırda Əfqanistanda ən böyük gücü zərbəni vurmaq üçün Pakistandan istifadə etmək lazımdır. Bildiyiniz kimi, Azərbaycanın tarixi torpaqları Əfqanistan, indiki Əfqanistan, yəni Güney Türkistan, Pakistanın Təkmir bölgəsindən Hindistanın aşağı çay yataqlarına kimidir. Tarixi və coğrafiya baxanda əsasən də İngilislərin Əfqanistanın bölgəsindən demək olar ki, kəsib İngilislərin tərkibində olan Pakistanın və Hindistanı xəritə çəkərək qaldı. Amma hal-hazırda Əfqanistanın bir parçası Pakistanın ərazisindədir və o coğrafiya Azərbaycanın Qarabağ bölgəsi kimi savaş bölgəsinə çevrilib. Bildiyiniz kimi, necə ki 30 ildə Azərbaycan Qarabağın öz tarixi torpaqları və Azərbaycanın necə ki qədimi şəhəri olan İrəvan tarixi torpağını gündəmə gətirir, Əfqanistan da o cümlədən
Pakistanın tərkibində olan torpaqları gündəmə gətirməyə çalışır. Necə olur ki, İslam adı ilə olan dövlətlər şəriətlə amma savaş gedir. Deməli, burada böyük bir siyasət var. O siyasətin başında duranların bugünkü gündə, baxın, fikir verin, Rusiyanın, Hindistanın, Pakistanın, Çinin, İranın, Suriya, İraq üzərində və Türk dünyasına qarşı bir həmlə idi. Amma hal-hazırda Çin dövləti Talibanı öz nəzarətinə keçirdərək, boşluqdan istifadə edərək, Rusiyada dəstək verməsi, onunla xəbər verir ki, Çin dövləti Talibanı lazer silahlara kimi istənilən Baltik raketlərinin silahlarında ən böyük pulsuz, təmənnasız Əfqanistana verməsinə səbəb olacaq. Onun üçün, yəni Çin əlindən gələni edir ki, Uyğuristana, yəni Şərqi Türkistana qarşı nə Amerikanın, nə Türkiyənin siyasəti təsiri etməsin. Məqsəd bundan ibarətdir. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, hal-hazırda Hindistan Talibanı silahlandırmasında ən böyük gizli yollarla, əsasən necə ki erməniləri silahlandırırdı, necə ki İrana dəstək verirdi, hal-hazırda Hindistanın böyük siyasəti ondan ibarətdir ki, Talibanı Pakistana qarşı böyük silahlandırma və Pakistanı əzməyə Hindistanın ən böyük siyasətindən biri idi. Hindistan çox çalışır ki, Pakistanı parçalayıb öz tərkibinə qatsın. Amma elə deyil. Çünki hal-hazırda Talibanın silahlanmasında ən böyük silah tədarükünü görən Hindistandır. Hindistan bu coğrafiyada ən böyük savaşın istədiyini və öz siyasətinə çatmaq üçün əlindən gələni edir. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Taliban adlı bir dövlətin yox olmasına hər bir insan razı olmalıdır. Taliban dünya ölkələri üçün və insanların öz ölkəsində, Əfqanistanda hal-hazırda hüquqların pozulmasında və insanların təhsil almamasında, qız uşaqların 4-cü sinif həkimi və qız uşaqların həkimliyi oxuya bilər statusu verməsində və gələcək nəslin alimlərini dünya ölkələrinin arasında barışığı və insanlığının məhdudlaşdıran Taliban terror təşkilatı sayılır. Taliban dövlətini heç bir dövlət qəbul etməməlidir. Bugünkü gündə yəni nə Azərbaycanın, nə Türkiyənin o gücündə deyil ki, Taliban hal-hazırda Əfqanistanı öz nəzarətinə balanslaşdırsın və öz nəzarəti altında saxlasın. Çünki Türkiyənin də, Azərbaycanın da dünya arasında sıralarında, siyasi məsələlərində öz məqsədli və fikirli və dünyanın qarışıq durumunda olduğu üçün siyasi məsələlərində və dünya ölkələrinə müdaxilə etmək gücündə olmur. Hal-hazırda daxili və öz prosesləri, öz siyasi məsələlərini davam edir. Amma hal-hazırda götürəndə, dünya coğrafiyasına baxanda Taliban dövlətinin yox edilməsinə, kökündən kəsilməsinə və Pakistana böyük ehtiyac vardır. Pakistan da Talibanı ələ keçirsə, sonra gələcək zamanlarda bizim üçün ola bilsin Türkiyə ilə razılığa gələ bilər. Amma hal-hazırda Pakistanın da güclənməsi bizim tarixi torpaqlarımızı geri qaytarmamasına səbəb ola bilər. Yəni, mən bir dünyada siyasi məsələlərdə nəzər edəndə, nə Rusiyanın, Çinin, Hindistanın, İranın, o cümlədən ərəblərin, Yunanların, ermənilərin, Hindistanın bu coğrafiyada Pakistanın da güclənməsini, Ukraynanın da güclənməsini istəmirəm. Çünki bunlar Türk coğrafiyasına baxanda yenə də onlara etdiyini bizə edə bilər. Bunun üçün mənim üçün Pakistanın da zəifləməsi, Əfqanistanın da zəifləməsi, Rusiyanın da zəifləməsi, Ukraynanın da zəifləməsi, Çinin də, Hindistanın da, Amerikanın da mənə çox sərf edir. Çünki bizim Türk dünyamızın ən böyük coğrafiyasıdır. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, baxanda, yəni Amerikanın indi deyəcəksin, niyə zəifləməsini istəyirsiniz? Çünki Amerikanı quran ingilislərdir. İngilislərin qurduğu dövlətə Amerika qarşı çıxmır. Amerikada zəncilərin və Yaqub, Amerika türklərinin, yəni qızıldərlərin, qabanlərinin, orada Hun türklərinin Amerikanın nəzarətində qalması bizim üçün ən böyük məsuliyyətdir ki, biz onların adını dağıtmırıq.
və daşımırıq dünyaya. Biz onun məsuliyyətini dərk edib və dünya ölkələrinə yaymalıyıq. O cümlədən Almaniyada, İtaliyada, yəni çox ölkələri götürəndə, nəzər salanda, necə ki Qıbrıs türkünün, türk dövlətinin yaradılmasında siyasi məsələyə çevirib hamı geri çəkildi. Onun üçün bizim də bölgələr vardı, coğrafiyaya baxanda. Əziz və hörmətli xalqım, dəyərli soydaşları, hal-hazırda ən böyük savaşların və dayandırılmasında ehtiyac olmasın deyək. Yəni, bu savaşı dayandırılsa, gələcək günlərdə bu zaman yox, o biri zaman və keçmiş zaman yenə davam edəcək. Əfqanistan və Talibanla Pakistanın ən böyük savaşı heç vaxtı ardı kəsilməyəcək. Onunla bağlı Pakistanın hal-hazırda Əfqanistana ən böyük qorxulu zərbələr endirməlidir. Bu zərbələri endirməsə, gələcəkdə Pakistan terror təşkilatı Talibanla üz-üzə qalacaq və insan qaçırtmasında Taliban Pakistanın daxilində siyasi prosesinin aparmasında Çinin dəstək verməsi, Çin də istəyir ki, Pakistan güclənməsin, Türk dünyasına yaxın olmasın, Rusiya da, Hindistan da. O cümlədə Hindistan da Talibanı gücləndirəcək. Pakistan və bu coğrafiyada bakteriya ilə üz-üzə qalıb Pakistanın zəifləməsinə və qarşı durma, millətin, xalqın daxilində təşviş yaratma, qorxu, vahimə yaratma və insan ölümlərin, qətliamların sürətlə çoxalması. Taliban bildiyiniz kimi bir vampirdir, bir quduz olmuş bir demək olar ki, çaqqaldır. Yəni, çünki Taliban dişi qana batıbsa, əl çəkməyəcək. Baxın, Taliban dövlətinin qurulmamışdan, hakimiyyəti ələ keçirdəndən İrana qarşı və Pakistana qarşı 2 dəfə Pakistana qarşı savaş açıb və İrana qarşı savaş açıb. Və Pakistan hal-hazırda Talibanı vaxtı ilə dəstəkləyirdi. Gördünüz? Bu İngilislərin, Amerika Birləşmiş Ştatların yaratdığı senaryo, qurduğu senaryo, terror təşkilatları kökündən kəsilməsə, tarix boyu, yəni dünya ölkələri üçün ən böyük qorxulu terror təşkilatıdır. Necə ki, IŞİD-i yerindən, kökündən kəsməyibsə, IŞİD də bir gün yenə baş qaldırıb dünya ölkələrində ən böyük qorxulu həyəcana çevirəcək. IŞİD-i də maliyyələşdirən Səudiyyə Ərəbistandır. Səudiyyə Ərəbistana və yeraltı, yerüstü resursları, o cümlədən haza gedən pulların və sahətin, sərvətlərin, onun vasitəsilə pulların hara xərclədiyini bilmərək, ərəb başlayaraq, ərəb qitəsinin Birləşmiş Ərəb yaradaraq və coğrafiyanı ələ keçirmək üçün və bu pullardan IŞİD-dən üzərində qurulub və dünya ölkələri ilə mübarizəsində İrandan ta Azərbaycan, Türkiyə istənilən coğrafiyanı və İrəvana kimi keçirtmək öz siyasətin davamçısı və qurucusunu, bir növrəsini qurmağa çox çalışır. Bununla bağlı Səudiyyə Ərəbistan və Rusiya, İran, Yunanistan, o cümlədən Hindistan, Almaniya, Amerika Birləşmiş Ştatları, Fransa və bu ölkələr dünya ölkələri üçün ən böyük qorxulu bir cəryandır. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, mən uzun illərdir deyirəm, istəsəniz inanın, istəsəniz inanmayın. Amma ki, Taliban adlı bir dövləti qəbul etmək olmaz. Taliban dünya üçün, bəşəriyyət üçün, kainat üçün, təbiət üçün ən qorxulu terror təşkilatıdır. Bu terror təşkilatının öncə satın alınıb Çin tərəfindən. Çin günü-gündən güclənməsində, günü-günü qorxulu silahların yaradılmasında, o cümlədən Şimali Koreya bu içərisində rol oynayır. Baxın, Talibanın əsasən də yaradılmasında, dəstəyisində görürsünüz nələr etdi. Taliban dünya ölkələri üçün ən qorxulu terror təşkilatıdır. Bu yanğını söndürün. Hər bir dövlətin üzərinə düşür. Əfqanistan yenə də kökü mənşəyi Azərbaycan tarixi torpaqlarına bağlıdır. Yəni, Güney Türkistan niyə yaradılmadı, Taliban yaradıldı? Burada sual altındadır. Çünki Türk coğrafiyasını heç kəs istəmir. Çünki bilirlər, coğrafiya kimindir? Turan torpaqları, Asiya torpaqları kimindir? Onun üçün bunlar terror təşkilatı yaratdı. Bugün 37 milyon Əfqanistan dünya ölkələri üçün ən qorxulu terror təşkilatıdır. Hər biriniz bilin,
və agah olun. Radikallaşmış dini ləğv etmək lazımdır. Əgər ləğv etməsəniz, gələcək nəslinizi ayıq etməsəniz, dünya ölkələrini qorxu və həyəcan içərisində. Necə ki, İraqda bir İran cəsusu Staniş cihad adlandırır. İraqda vaxtı ilə İran-İraq müharibəsinin bugünkü heç dilə gətirmir. Amma görürsünüz, Stani kimi insanlar və radikallaşmış terror təşkilatıdır. Bunlar gələcək üçün qorxuludur. Bunlar cihad etməklə Amerika kücələrində və istənilən ölkələrdə böyük və həmlə və qırğınlar yaratmaq öz çirkin siyasətinə çatmaqdır. Bunun qarşısını alır. Əsasən Ərəb Liqasının və məhv edilməsinə böyük və bütün ərəbləri yığıb bir yerə toplayıb və 26 ərəb dövlətini ləğv etmək lazımdır. Bir dənə dövlət yığışdırmaq lazımdır. Bu dünya ölkələrinin azadlığını, gələcək nəsillərin savadını və dünya ekologiyasına ən böyük zərbədir. Əgər dünya ekologiyasını tarazlamaq istəyirsinizsə və 2 milyard insanın yox olmasına istəyirsinizsə, Ərəb Liqa istiqamətindən başlamalısınız. O cümlədən bugünkü gündə Taliban adlı dövlətin yox olması, Çinin Talibandan əlini kəsmək lazımdır. Və bunu Türk coğrafiyası, Türk dünyası, Türk liderləri də bilməlidir ki, Əfqanistan Uyğuristana gedən yoldur. Və Türk dünyasının demək olar ki, o sütunudur, onurğa sümüydür. Bunu hər bir Türk bilməlidir. Güney Türkistan niyə yaradılmadı, Taliban yaradıldı? Bildinizmi? Görürsünüz. Amerika Birləşmiş Ştatları və İngilislərin istənilən ölkədə istənilən etnik qrupu deyərək yaradır. Etnik qrupu, etnik təşkilatı, etniklərin güclənməsində, yaradılmasında Qərbin ən böyük soyuq silahlarından və siyasətindən biridir. Bütün ölkələrdə etnik dəyərə və onlarda ən savaşı rahat, sərbəst şəkildə savaş açmasına ən böyük siyasətin və davamçılarından və işlətdiyi və hərəkət etdiyi zamanlar görürsünüz, qanlı müharibəyə gətirib çıxartmaq gücündə malikdirlər. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, yenə də təkraran deyirəm ki, hər bir dünya ölkələrinin və insanları və əsasən Türk coğrafiyası, Türk dünyası bilsin ki, Taliban terror təşkilatıdır. Taliban dünya ölkələri üçün ən böyük qorxulu gələcək nəsillər üçün terror təşkilatıdır. Bu terror təşkilatının söndürülməsi 100% lazımdır. Bunun üzərində Pakistan dayandırılmamalıdır. Pakistan Taliban adlı dövləti yoxa çıxartmalıdır. Talibanı məhv etməlidir. Əgərsə yarımçıq müharibəni saxlayacaqsa, yenidən bu savaşlar qabaqki və gələcək zamanlarda yenə də öz savaşını ortaya qoyacaq. Taliban qısa müddətdə dövlət yaratmasına baxmayaraq Pakistan nüvə silahı olan Pakistana əl atır. Bu hardan gəlir? Deməli, Çinin gücü, Çinin dəstəyi, Hindistanın verdiyi silahların və Hindistanın bu radikaldan istifadə edib Pakistana qarşı Pakistanın gücünü zəiflətməyi də özünə mənbə axtarır. Baxın, indi əgər bu savaş davam edərsə, Hindistan Pakistan üzərində və lazım olan hərəkətə keçməyə çalışacaq. Bu da ondan xəbər verir ki, Pakistan, Hindistanla və terror təşkilatı Talibanın arasında qalmış və sıxılmışa çağırır. Onun üçün Amerika Birləşmiş Ştatları Talibanın qorxu gəlməlidir, tutulan insanların geri almalıdır və Amerika Birləşmiş Ştatları Pakistanın yanında olmalıdır. Əgərsə bu siyasətə Amerika müdaxilə etməsə, Çinin ən böyük, ən dəhşətli, dünya ölkələri üçün ən qorxulu terror təşkilatının maliyyələşdirməsində və silahlandırmasında böyük rol oynayacaq. Bunun heç bir dünya ölkələri qarşısını ala bilməyəcək. Vaxtında Çinin qarşısının alması üçün Talibanı yox etmək lazım. Və Talibanda Əfqanistanda Güney Türkistan yaradılsa, Selahattin nəzarəti Türkiyənin balansında olsa, o zaman Çinin bitmiş sayılacaq. Və əgərsə Taliban güclənərsə, Hindistan, Çin tərəfindən, Rusiya tərəfindən gələcək zamanlarda o zaman İngilislərin də və Amerika Birləşmiş Ştatların da şəbəkələri məhv olunacaq. Çünki Çin ən böyük dərin siyasətə imza atdı və hərəkətindədir. Bugünkü gündə Çinin dəstəklənməsi Talibanda bu Amerika qarşı böyük bir
savaşın elan etməsi deməkdir. Bundan xəbər verir. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Taliban insanların azadlığını məhdud edib. Taliban adlı bir dövlət olmamalıdır. Güney Türkistan olmalıdır. Hər birinizə buradan səslənirəm. Buradan Pakistana da səslənirəm. Əgər bu savaşı açıbsansa dayandırma. Bu savaş bugün olmasa sabah, sabah olmasa yarın. Bir gün savaş elə qaynayacaq ki, əgər bugün Taliban Pakistanda 20 nəfər, 30 nəfərə insan öldürübsə, gələcəkdə bunun artdıqca minlərlə, yüz minlərlə bir də görəcəksiniz ki, Pakistanın milyonlarla insanına hücum və ən böyük savaş açıbdır. Bu da hardan qaynaqlanır? Hindistandan. Bu hardan qaynaqlanır? Çindən. Dəstəyi verən kimdir? Rusiya. Rusiya qorxur ki, Pakistan Türkiyənin yanında Azərbaycanı gücləndirir, yanındadır. Çin də o cümlədən qorxur ki, Pakistan güclənərsə, Türkiyənin yanındadırsa, Uyğuristan məsələsi gündəmə gəlir, mən Türkiyəyə razılığa gəlməyə məcbur olacaq. O cümlədən Hindistan da görür bu hərəkət və bu işdə ən böyük də İranın gecikmiş siyasəti də böyük rol oynayır. Yəni, burada coğrafiyada ən böyük siyasət gedir. Siyasətin içərisində görürsünüz, tartışmasında gətirirdilər İrəvana və Yunanistana, İrana. Amma indi bugün reallıqda haradır? Əfqanistan. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, uzun illərdir mən bunu deyirəm. Taliban dünya ölkələri üçün ən qorxulu terror təşkilatıdır. Bəşəriyyət üçün, kainat üçün, təbiət üçün, canlılar üçün, insanlar aləmində və heyvanlar aləmində ən böyük qorxulu terror təşkilatının qarşısı alınmalıdır. Buna son qoyulmalıdır. Əfqanistanda insanlar azad olmalıdır. Azadlığını üçün əlinizdən gələni etməlisiniz. Bugünkü gündə reallıqda, əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, görürsünüz nələr baş verir. Onunla bağlı bunun ən böyük savaşın içərisində Çinlə Hindistandır Talibanın güclənməsində. Pakistan bir addımda olsun geri atma. Talibanı məhv etməsən gələcəkdə Talibanın güclənməsi Pakistana ən böyük zərbə və Hindistanın Pakistana daxil olması rahat olacaq. Onun üçün indidən qarşısını alın. Düzdür, biz tarixi Türk torpaqlarını geri qaytarması, bərpası üçün yenə də deyirəm, bizim bu coğrafiyaya baxanda Hindistanın da, Pakistanın da, Ukraynanın da, Rusiyanın da, Amerikanın da zəifləməsi böyük, yəni İngilislərin də böyük rol oynamalıdır, Yunanların da. Amma hal-hazırda dünya fəlakətini götürəndə yenidən demək olar ki, 9 ölkədə ən azından savaş elan olunacaq. 9 ölkədə ən böyük savaşların başlamasına səbəb olunan və 9 ölkənin və o cümlədən təbii fəlakətlərlə də üz-üzə qalmasına böyük ehtimal vardır. Yəni, hal-hazırda böyük siyasətin, yəni ən böyük qiyamların Hindistanda başlayacaq. O cümlədən götürəndə Rusiyada da böyük inqilab gözlənilir. Rusiyada, Çində də gözlənilir və demək olar ki, çox ölkələrdə gözlənir. Amma əsasən Rusiyada ola bilsin ki, müharibə dayanılməsə, Rusiyanın xalqı etirazlarla və ayağa qalxmasına səbəb olacaq. Və demək olar ki, Hindistanda ən böyük, dünyanın ən qorxulu qiyamları baş verəcək. Bangladeşdə ən böyük qətliamların, savaşların və üsyanı başlayacaq. Bundan yararlanan, yenə də qalib olan Amerika Birləşmiş Ştatları olacaq. Onun üçün təbii fəlakət də önünə gəlir. Yəni, may ayından sentyabr, avqust ayına kimi, oktyabr ayına kimi ən böyük təhlükə vardır. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, mən bir sadə vətəndaş olaraq az da olsa, yəni yenə də çalışıram. İndi nə rəy verirsiniz, nə qiymət verirsiniz, sizin öhdənizə buraxıram. Ola bilsin ki, çox dünya haqqında sırlar, məlumatlar, yəni geniş sosial şəbəkədə yaymamağımın səbəbi ondan ibarətdir ki, dünyada insanlar bildiyiniz kimi sosial şəbəkələrdə və demək olar ki, belə dinləmək yox, insanları göz götürməməkdən və düşmənçiliyin nəticəsində aşağılamağa çalışır. O da bilinir, bəllidir ki, Türk dünyasını sevməyənlərdir. Amma ola bilsin ki, yenə də deyirəm, dünya coğrafiyasında böyük qaynaqların və savaşların hazır olmasından,
agah olanlar da var, olmayanlar da. Əgərsə də agah olanlar var, 700 balla və alimlik dərəcəsi alan, buradan fəxr edən, övladları ilə fəxr edən valideynlərə deyirəm. Məhsulu zani. Əgər məni bir çoban, bir dağlı, bir rayon uşağı bilirsinizsə, amma bu günləri rayondan, dağın başından, ən ucqar rayondan bir kətçinin bu qədər demək olar ki, dünyada baş verəcəyindən narahatdırsa, niyə savadlılar ortaya çıxıb narahatlığını, dünya haqqında məlumatlar vermir? Əgər bu günləri milyonlarla Azərbaycanda və qeyri kənarlarda savadlılar, alimlər və 700 balla qutarıb, elə valideynlər ki, övladım 700 balla qutarıb, savadlıdır və məhsulü hanı, nə edib, nə qoyub ortaya? Bugün amma qərbin istehsalından asılısınız. Deməli, sizin övladlarınız savadlı deyil. Savadlıdırsa, məhsulunuzu ortaya qoyun, mən geri çəkilib susaram və həmin savadların danışmasında mən də dinləyərəm və fəxr edərəm ki, Azərbaycanda belə insanlar var. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, yeni savaş başladı. Yeni savaşlar uzun illərdir mən deyirəm. Heç bir nöqtədə olsun yanlış getməyib. Nə demişəm, hamısı dəqiqliklə olub. Və yenə də deyirəm, heç bir zaman savaşlardan danışdığım zaman nələr olacağından heç zamanda heç biri yanlış olmayıb. Çünki bu dünyana baxışım, dünyanın qaynağı və gələcəkdə dünyanın zəiflətməsində, dünya ölkələrin məhv olmasında və resursları, ipək yolları tutan və Amerika Birləşmiş Ştatları, İngilislərin və o zaman demək olar ki, müsəlman deyib uşaqların sayı çox olması, Avropalıların uşaqları birdən olması və itpişi ilə olmasında, çoxalmasında, gəzməsində və dünya ölkəni təhlükə gözlüyü üçün ona görə də İsrail də, İngilislər də, Amerika Birləşmiş Ştatları da bu qitəni nəzarətə götürübdür. Və onlar istədiyi qitədə, əgər savaş asırsa, bilin orada nəsə var. O cümlədən Afrika gəlir. Yəni, bu coğrafiya Filistindən, Yəməndən, Səudi Ərəbistandan, Suriyadan, İraqdan, demək olar ki, Liviya kimi, İrana kimi, hətta Çinin də siyasəti İran və Azərbaycan torpaqlarına təmas salmaq. Ərəblər də o cümlədən. Onun üçün də Amerika Birləşmiş Ştatlarına lazım olan milyardlar, trilyonları verib Əfqanistanı və İrəvanı yer gələcək Yunanistanı da satın almaq lazımdır. Əgər biz bunu etməsək, gələcəkdə ən böyük qorxulu siyasi bölgəyə çevrilməsində ehtiyatlı və davranışda və dünyada nüvə silahı varsa, o mütləq bir gün açılacaq. Yəni, silah varsa atəş olacaq. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, söz çoxdur, sizi yormaq istəmirəm. Tanrıya amanət olun. Taliban adlı dövləti qəbul etməyin. Yəni, Güney Türkistandır. Taliban, Əfqanistan adlı dövlətin və şəriətlə qurulmuş dövlətdə ümumiyyətlə bütün dünya insanları narazılıq bildirsin. O cümlədən hazır olsun İndoneziya. Sizə də növbə gəlir. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, bugünkü gündə Əfqanistanda əgər İslam adı ilə istifadə edib terror təşkilatı yaradırsa, insanları kölələşdirmək, savadsızlaşmaq, əlinə silah verib və cihad etməsi bu bölgə və dünya ölkələri üçün, müasir, inkişaf etmiş ölkələr üçün ən böyük təhlükədir. Görürsünüz, müsəlman deyənlər, cihad edənlər amma qərb ölkələrinə ayaq açır. Çünki azadlıq istəyir bunlar. Bu azadlıqda Amerika Birləşmiş Ştatları sizin əlinizdədir. Liviyadan tutmuş, Filistindən tutmuş, İraqa, Suriya, Yəmənə və İraqa, İrana kimi, İndoneziya kimi, Əfqanistana kimi, Amerika Birləşmiş Ştatları sizin baskınız olmasa, təsiriniz olmasa, bu ölkələr gələcək üçün ən böyük qorxulu silahlar istehsal edəcək. Necə ki, 24 saat ərzində İran və Koreya, Çin və keçib demək olar ki, dünyanın belə savaşını gördükləri üçün ən qorxulu silahların hazırlanmasına böyük rol oynayırlar. Bu da dünya ölkələrində ən qorxulu savaşa gətirib çıxardacaq. Tanrı dünyamızı qorusun, bəşəriyyəti, kainatı, okeanı və Amazonka meşələrini qorusun. Yaşasın insanlıq.